Pənah bəy, çox ciddi bir məsələnin üzərinə gəldiniz. Azərbaycan Respublikası və Türkiyə Respublikasına güneydən, güney təşkilatlarından müraciət sırf təhlükəsizliyin təmin edilməsi ilə bağlı. Biz hər zaman danışanda deyirik ki, Azərbaycan bir sıra prosesləri, özəlliklə Azərbaycan sərhədlərindən kənar olan prosesləri qlobal güclərlə müzakirə etmək, bəzi hallarda hesablaşmaq, bəzi hallarda uzlaşdırmaq məcburiyyətindədir. Yəni, bu günümüzün reallığıdır. Azərbaycan bu məsələdə necə davrana bilər? Yəni, bizim bugün güneyli soydaşlarımızı müdafiə etmək üçün real gücümüz nə qədərdir? Yox, məsələnin o şəkildə açığı qoyulması, müstəviyə gətirilməsini mən əvvəla müzakirə edilməsinin də tərəfdarı deyiləm ki, yəni biz burada indi oturub hərbi xarakterli və yaxud konkret deyək ki, hansısa hərəkətləri müzakirə edək. Bu doğru olmaz. Çünki hansı hərəkətlərin edilməsi o statik qərarlar o istiqamətdə verilə demək bilər. İndiki etapda mənim fikrimcə, indiki mərhələdə bizim mövqe biz İranın ərazi bütövlüyünü dəstəkləyirik. İran qardaş xalqdır. Xarici İşlər Nazirinin bir neçə gün qabaq, son 1-2 gündəki açıqlamaları olmuşdu. Məlum, çoxdan demək Türkiyə dövlətinin, Türk Cumhuriyyətinin mövcudluğundan üzvləri davam edən bir doktrindir ki, İrandakı stabillik və İranın bütövlüyü Türkiyənin də stabilliyi və bütövlüyün bir komponenti kimi, bir necə edirlər, tərəfi kimi baxılır. Hərçənd ki, yarana biləcək situasiyalarda, əgər son bir neçə günə fikir versək Türkiyə demək informasiya məkanındakı müzakirələrə və o cümlədən açıqcası həm də dövlətlə bağlı olan şəxslərin müəyyən izahlarına və təhlillərinə yarana biləcək tamamilə fərqli bir situasiyalarda artıq əvvəlki doktrindən irəli gələn yox, o situasiyaya uyğun addımların atılması məsələsi də gündəmdə olacaq. Məncə, demək, xüsusən burada da qeyd olundu ki, bizi ən çox narahat edən nədən ibarətdir? İndiki məqamda, mən yuxarıda qeyd etdim, şərti olaraq biz Azərbaycan türklərinə qarşı düşmən mövqedə duran kvazi dövlətlərin, qruplaşmaların və yaxud dövlət hələ bir tərəfə orada müəyyən keçid dönəmində və yaxud uzun bir müddət üçün yer alması. Bu bizim dövlətimiz üçün də, stabillik üçün də və o cümlədən də Azərbaycan türklərinin də hətta soyqırım qarşısına qala bilməsi məsələsi ola bilər ki, məsələn, açıqcası bunu biz dəfələrlə vurğulayırıq və deyirik ki, orada belə açıq deyək, həm Kürdlərin, həm Bəluçların deyək, silahlı qrupları var dövlətdən kənarda olan. Azərbaycan türklərinin belə bir faktiki olaraq silahsız vəziyyətdə qala bilər, müəyyən bir yarana biləcək o ekstremal situasiyalarda. Bunu nə əvəz eləyəcək? Çünki bugün mən hərçənd ki, bizim oradakı soydaşlarımızın baş gedən proseslərini də biz diqqətlə izləyirik. Məncə, məhz bu təhdid və təhlükəyə görə demək, bir çox əksər, yəni görünən məsələlərə Azərbaycan türklərinin, yəni bizim zatımız belədir. Fərqlidirsə, Eldar bəy bu məsələyə bir aydınlıq gətirər. Bir qədər bu məsələdə öz təhlükəsizlikləri baxımından bu məsələyə yanaşmalı. İkincisi, həm hərəkət edən qüvvələrin protestosu deyək də, rejimə qarşı çıxan qüvvələri. Məsələn, deyək ki, İran şahı danışır. Amma Azərbaycan türklərinin Azərbaycan məsələsinə, istər Azərbaycan Respublikasına münasibətdə, istər Azərbaycan türklərinə münasibətdə, onların problemlərinə, milli hak və hüquqlarına aid bir kəlmə də olsun, hansısa bir mövqelər ortalığa qoyulmur, susur. Və məncə, üstəlik, məsələn, xarici götürək, İsraili götürək. Perslərdən danışmağa başlayıblar. İran xalqı, İran vətəndaşları da hətta yox, məhz perslərə elə də gedir, perslər müraciət olunur. Və burada perslərdən sayı da az olmayan və İran tarixinin də əsas qurucu və yönəldici qüvvəsi, qüdrəti olan Azərbaycan türkləri ümumiyyətlə xatırlanmır. Azərbaycan və Türkiyəni də bu proseslərdən kənara qoymağa çalışırlar. Elə Amerika Birləşmiş Ştatları da, İsrail də, digər dövlətlər də. Məncə, mənim fikrimcə, mənim demək istədiyim də ondan ibarətdir ki, birinci növbədə şübhəsiz ki, bizim Azərbaycan dövlətinin də, Türkiyənin də, daxildə Azərbaycan türklərinin də, onların təmsilçilərinin də, həm mühacirətdə olan, həm daxildə olanların da məsələsi odur ki, həm oradakı qüvvələrdə demək, tələb olunmalıdır ki, Azərbaycan məsələsində, Azərbaycan türklərinin problemlərinə, onların dövlət hüquqlarından tutmuş, dil hüquqlarından tutmuş, milli mədəni hüquqlarına qədər, iqtisadi, sosial maraqlarına qədər bütün məsələlərdə mövqe ifadə olunsun. Bu, İran şahı deyilən şəxs, mən xatırlayıram, hələ bizim hakimiyyətdə, Elçi bəy hakimiyyəti dövründə mənim onların bir qrupu ilə müəyyən bir təmaslarımız olmuşdu və biz bu məsələləri, mən prezidentin Almaniyada belə bir təmaslar olmuşdu
Və deyirlər ki, yox, şah deyir ki, onlar şah deyirlər də, bu yəqin ki, elə bu indiki bu şahlığa namizəd deyiləndə ki, yox deyir ki, mən elə Azərbaycan türkləri ilə iş görəcəm, onlar elə bizim ətrafımız, komandamız və s. Azərbaycan türkləri, amma indi heç Azərbaycan türkləri falan yada düşmür. O baxımdan da məncə, mənim fikrimcə, həm burada Azərbaycan dövlətinin respublikası daxilində, həm də dünyada, yəni mühacirətdə olan bizim milli təşkilatlar və onların liderləri və özəlliklə və xüsusən o cümlədən nə qədər ki mümkün olacaqsa, çünki orada vəziyyəti hamımız bilirik. Cənubdakı demək xadimlər, ayrı-ayrı şəxslər bu məsələdə öz tərəflərini ortaya qoysunlar. İndi qıraqdan durub belə nəsihət vermək mən sevmirəm, yekunlaşdırıram. Biraz da olmasın. Amma məncə bizim milli iradəmizi ortalığa qoymaqdan çəkinmək lazım deyil. Mən Eldar bəylə kifayət qədər çoxdan tanış olan şəxsəm, onun fikirlərini, ideyalarını da bilirəm. Açıqcası sanki bir politolog danışdı. Bizdəki, buradakı bəzi... Yəni milli liderlik... Nə olub ki, Azərbaycan bu məsələləri ortağa qoymaqdan, səsləndirməkdən, iddia eləməkdən, elə Avropadan olsun, Amerikadan olsun, ya elə Azərbaycan Respublikasının içərisində olsun, səsləndirmək vaxtıdır və lazımdır. Çünki digərləri bunu açıq şəkildə ortağa qoyurlar. Azərbaycan türklərinin səsi, lap açıqcası deyək, elə bizdə, onları hamımız bir qarşılıqda eşidilmir.